Deməli, bugün Ertem Şener və İTV məsələsinə qısaca aydınlıq gətiririk. Yəqin ki, son vaxtlar sosial şəbəkələrdə qarşınıza çıxıb, güya məşhur şərhçi Ertem Şeneri İTV rədd edib. Amma gəlin görək, vəziyyət həqiqətən də belədirmi? Birincisi və ən əsası, bu iddia tamamilə yalandır. Baxın, Sport TV rəsmən açıqlayıb ki, nə Ertem Şener, nə də kanal özü Qarabağın oyunları üçün İTV-yə ümumiyyətlə müraciət etməyib. Yəni, ortada rədd ediləcək bir müraciət heç olmayıb. İkincisi, bəs Şener Azərbaycana necə gəldi? Bu əslində tamamilə Sport TV-nin öz təşəbbüsüdür. Onlar Şenerin buradakı populyarlığını, xüsusən də Qarabağla bağlı o səmimi şərhlərini görüb, onu Bakıya dəvət ediblər. Hətta bu işbirliyi o qədər uğurlu alınıb ki, Sport TV Şenerlə mövsümün sonuna qədər bütün Avrokubok oyunları üçün razılaşıb. Və nəhayət üçüncü məsələ, bu ajotaj hardan çıxdı? Sport TV özü də deyir ki, çox təəssüf, bəzi sosial şəbəkə səhifələri heç bir əsas olmadan gərginlik yaradıb və İTV-nin adını hallandırıblar. Beləliklə, Ertem Şener məsələsi bir rədd hekayəsi deyil, əksinə Sport TV-nin uğurlu bir layihəsidir.